Alim Qasımov oxuyanda İngiltərədən gələn nümayəndə, əsas belə headlinerlərdən biri mənə dedi ki, bu çox dəhşətdir, bu çox möhtəşəmdir. Ümumiyyətlə musiqi, incəsənət və kino səncə insan dünya görüşünə nə dərəcə təsir edir? Qulaq asırdıq Madonna, Michael Jackson, 50 Cent, Tupac, B.I.G. Amerika filmlərinə baxırdıq və bizim gənclərin beyni alınırdı ki, Amerikada hər şey yaxşıdır. Çox az bir qism var ki, özünün inkişafa vaxt ayırırlar. Bunların da təməlində gəlir elə oxumaq, mütaliə eləmək. İnsanlar niyə öz inkişafına vaxt ayırmır? Səncə zaman yoxdur, yoxsa prioritet deyil? Gəlir evdə, baxır ki, hamı xoşbəxtdir, hamı varlandı, seriallarda, villada yaşayırlar, bu boşandı və gic-gic fikirlər də yorğun iş günündən sonra gedir yatmağa, yata da bilmir, eşələnir. Crossword həll eləyirdi, nə bilim bir tənliyi həll etməyə çalışırdı, bir dostun yanına gedir ki, gəl bu necə həll eləyir. İndi artıq yanda var süni intellekt, ChatGPT, Google var. Dövrümüzdə qolu gipsli uşaqlar görürdün. Çünki bu ya dartışda oynayıb, ya futbol oynayıb, ya damdan yıxılıb, qolu qırılıb. Bugünkü gün heç bir uşağın görməz ki, qolunda gips olsun. Kimisə hansısa mövzuda tənqid eləyirsən, bunu əslində yaxşılığı üçün eləyirsən ki, məsələn, bax səndə bu çatışmazlıqlar var, get bunu özündə düzəlt. Amma adam deyir ki, yox, mən onsuz da onu bilirəm. Sən mənə tənqid eləmə. Yəni ümumiyyətlə bu tənqidə açıq olmamaq səncə inkişafın qarşısını alır? Məsləhət almağa da çəkinirik, amma unutmayın, məsləhəti məsləhətli adamdan alarlar və məsləhətli don gen olar. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Bakı reallığındasınız. Mən İdris Cəfərov sizləri salamlayıram. Bugün də çox maraqlı mövzumuz olacaq. Öncədən yoxlayın, baxın, bizi daimi izləyə bilirsiniz. Zınqırov, o izləməni qeyd edin. Biz isə başladıq. Cəhal, bugünkü mövzumuz nədir? Xoş gördük, əziz tamaşaçılar. Bugünkü mövzumuz əhalinin inkişaf indeksi. Maraqlı, çox belə maraqlı. bir mövzu yazmışam. Hansı ki, İlk elə ondan başlayaq ki, ümumiyyətlə, hazırki dövrdə Azərbaycan əhalisinin dünya görüşü və komfort zona problemi. Ümumiyyətlə, hazırki, məsələn, cəmiyyətin dünya görüşü sənə qane eləyirmi və səncə insanlar, ümumiyyətlə, Azərbaycan insanı niyə dəyişmək istəmir? Bu rahatlıqdır, yoxsa qorxu? Birinci o məqama toxunaq ki, məni qane edirmi? Mən kiməm ki, məni qane etsin? Əslində, insanın inkişaf indeksi onun özünü qane etməlidir və burada çox maraqlı bir tələ var. İnsan nə qədər çox bilirsə, ona elə gəlir ki, o heç nə bilmir. İnsana nə qədər az bilirsə, o elə bilir ki, mən hər şeyi bilirəm. Təəssüflər olsun ki, cəmiyyətdə böyük sayda insanlar özünü ən ağıllı hesab edir. Hətta neft pullarının xərclənməsində, ölkənin hansısa strateji qərarlarında, bəzən kommentlərdə baxırsan ki, və ya bərbər yanına gəlirsən və ya taksi şoförü sənə siyasi vəziyyətdən elə bir coğrafiyanı bilmədən, tarixi bilmədən, iqtisadi durumu bilmədən təhlil verir ki, bunu belə eləsin, çıxsın, getsin də. Başa düşürsən ki, inkişaf indeksinin problemi var və bunu rəqəmlər də deyir. Dünya üzrə Azərbaycan inkişaf indeksinə görə 100-ün yanındadır. Yəni bu çox pis göstəricidir və əgər bugünkü gün kommentlərdə, fikirlərdə insanlar deyir ki, biz layiqincə yaxşı yaşamırıq, amma insan resursu da dövlətin və ölkənin ən vacib resurslarından biridir. Biz istəyirik İsveçrədəki kimi yaşayaq, Finlandiyadakı kimi yaşayaq, Daniyadakı kimi yaşayaq və ona görə mən buradan çıxıb gedəcəm, ora yaşayacam. Bunlar bu yolu keçiblər. İsveçrə dünyada birinci yerdədir. Nə neftinə, nə qazına, nə Rusiya kimi ən sərvətinə görə, dünyanın ən varlı sərvətinə görə ölkə Rusiyadır. Amma insan inkişafın indeksinə görə 80'lərdədir. Birinci yerdə İsveçrədir. Nə bilim, ikinci yerdə Finlandiyadır, İslandiyadır. Yəni bu ölkələr inkişaf indeksinə görə ilk 5'likdədir və insan resursunun gətirdiyi bir yaşam tərzidir. Yəni sırf onlara pul gəlməyibdir bu hansısa bir sərvətin satışına görə. Hələ ən sərvətli yerlərdən biri, ümumiyyətlə Mendeyev cədvəlində olan bütün sərvətləri görərsiniz Afqanistan torpağında. Amma Afqanistan ayaq yoluna getməyə yer tapmır. Hələ də Yamaya gedirlər. Sonra varlı ölkələrdən biri dediyim kimi Rusiyadır, amma əhalinin 30% ayaq yoluna bayıra gedir. Əhalinin hardasa 70% Rusiyadan başqa heç bir xarici ölkədə olmayıbdır və ölkənin hardasa 50%-ə yaxın ərazisində qazifikasiya yoxdur.
Nə olsun ki, pul olandan olmaqdan əlavə sənin insan resursun da sənin inkişafının bir tərkib hissəsidir və bu misalla indi bəziləri razılaşa da bilər, razılaşmaya da bilər. Məsələn, biz 12-ci əsrdə tikilən bir abidə Qız qalasına baxırıq. Amma 12-ci əsrdə Lüksemburqda Kazamatbok şəhərin müdafiə konstruksiyasını tikiblər. Baxırsan ki, mühəndis ağlı 12-ci əsrdə necə fikirləşib bunu? 17 kilometr qayanın dibinə gedən mükəmməl qəliz bir sistemdir. Hansının ki, bir müdafiə sistemlərindən biri də dambanın yığışdırılması və axar çay suyu ilə rəqibin oradan yuyub aparılmasıdır. Onun o tikinti üçün seçim məkanı falan. Yəni bunlar hamısı çox vacibdir və əgər biz ölkə olaraq, cəmiyyət olaraq, millət olaraq inkişaf etmək istəyiriksə, hamımılıqla, yəni hamımız bir cəmiyyət olaraq, təbii ki, əhalinin inkişaf indeksi, məktəbdəki təhsil, məktəbdən sonra insanların oxuduğu bədii ədəbiyyat, insanların oxuduğu tarix, çünki tarixdə təkrar olunmaq deyir, istoriya imeyt sikliçnist. Yəni tarixi bilən insan gələcəyə daha rahat qədəm qoyur və tarixi hadisələrdən bir ibrət götürür, dərs çıxardır. Burada bir məqama toxundun məhz. Musiqi, kino və incəsənətlə bağlı belə bir sual vermək istəyirdim ki, ümumiyyətlə musiqi, incəsənət və kino səncə insanın dünya görüşünə nə dərəcə təsir eləyir? Məsələn, belə bir şey deyirlər ki, atıram, bir insanın dünya görüşünün, ümumiyyətlə onun düşüncə, təfəkkür bazasının hansı yöndə olduğunu aşkara çıxartmaq istəyirsən, onun hansı musiqini dinlədiyi, onun hansı kinoya baxdığı, onun nə bilim hansı incəsənət, atıram, eventlərində iştirak etdiyinə bax və oradan yola çıx. Bu nə dərəcə doğrudur? Bu nisbi məsələdir, amma bir məsələni deyim ki, hardasa 2008-9-cu il idi. Gürcüstanda o zaman hələ bizim Qarabağ məsələsi, torpaqlarımız işğal altındaydı və beynəlxalq layihələr daha çox Gürcüstanda keçirilirdi ki, həm Ermənistandan olan nümayəndələr, həm Azərbaycandan olan nümayəndələr qatıla bilsin və Avropa musiqi konferansiyası idi. Orada caz, rap, rock, folk, yəni müxtəlif musiqi janrları ilə bir toplantı idi. Dünyaca məşhur prodüserlərlə bərabər. Mən orada Azərbaycan rap musiqisinin təmsilçisi kimi iştirak edirdim. British Council, Britaniya səfirliyinin mədəniyyət konsulluğu tərəfindən təşkil olunurdu bu. Və orada qala gecədə bizim tərəfdən getmişdi Elnarə Xəlilova. Möhtəşəm bir ifası var idi. O zaman xatırlayırsınız, o xarici ingilis dilində Britney Spears tərzdə mahnılar oxuyurdu. Yəni müxtəlif musiqi çıxışları var idi və Alim Qasımov da oradaydı. Alim Qasımov oxuyanda o İngiltərədən gələn nümayəndə, əsas belə headlinerlərdən biri mənə dedi ki, bu çox dəhşətdir, bu çox möhtəşəmdir. Bilirsiniz niyə? Bundan öncəki iştirakçılarımız da yaxşı idi. İngilis dilində oxudular, bizim musiqini, rock çıxışı oldu, falan oldu. Amma ondan bizdə də var. Və bizdə olan deyir, sizdən yaxşıdır. Çünki siz deyir, bizdə onu görüb, bizi kim olmaq istəyirsiniz. Amma bundan bizdə yoxdur və ola da bilməz. Çünki bunu oxumaq üçün Azərbaycanlı olmaq lazımdır. Burada nəyə rastlaşırıq? Məsələn, musiqinin sərhədsizliyinə, yəni Çingiz Mustafayev bir dəfə Amerikada ondan bir imkanlı adam hansının ki tədbirinə gedib yeni ilə. Deyir, sənin həyatının mənası nədir? Çingiz deyir, mənim musiqim. Çünki mənim musiqimi ifa edəndən sonra, mənim dilimi, nə bilim, həyat tərzimi, baxışımı bilməyən insan mənə alqışlayırsa, bu artıq mənim üçün yəni, ən böyük bir güc və enerjidir, həyat sevgisidir ki, mən dilini bilmədiyim, tanımadığım insanları musiqi ilə təəccübləndirirəm. Eyniliklə də kino. Sadəcə burada da, indi Amerika kinoları 90'larda bizim gəncliyimizə təsir göstərdi. Biz düşünürdük ki, Amerika polisi gəlir, axırda qalib gəlir, haqq ədalət tərəfindədir. Bu ümumi Amerika arzusuna inanc idi ki, kimsə aidi kənddən gəlir, Amerikada uğur qazanır. Sıravi Ryan'ı xilas edək filmində göstərir ki, Amerika güclü dövlətdir və Amerika öz adi bir əskərini xilas etmək üçün hər şeyə hazırdır. Biz əslində burada olaraq, Azərbaycanlı olaraq, Azərbaycanda yaşayaraq qulaq asırdıq Madonna, Michael Jackson, 50 Cent, Tupac, B.I.G. Amerika filmlərinə baxırdıq və bizim gənclərin beyni alınırdı ki, Amerikada hər şey yaxşıdır, Amerikada hər şey möhtəşəmdir. İnşallah green card udub Amerikaya gələrsən, normal yaşayarsan.
Və bu nə idi? Amerika özünü ideoloji olaraq bizim gənclərin beynini oğurluyurdu. Bugünkü gün bu oğurluq daha rahat baş verir Facebook, Instagram vasitəsilə. Çin də çox rahat oğurlaya bilir TikTok vasitəsilə. Çünki onlar müəyyənləşdirirlər bizim alqoritmi. Məsələn, Google şirkətinə məxsus YouTube-da bu buraxılışa baxacaqsınız. Amma o hansısa keyfiyyətsiz və ya bizim gənclərə mənfi təsir göstərən və ya hansısa kompüter oyununu trendə sala bilər ki, gənclər düşünsün ki, bu möhtəşəmdir. Amma Cəhalla İdrisin bu qəliz inkişaf indeksi barədə danışdığı mövzunu ümumiyyətlə elə bir duruma salar ki, 1252 nəfər baxışı olar. Və nəticədə bizim bu əziyyətimizin, burada nə sponsor var, biz öz maliyyə əsaslarımızdan bunu edirik. Əslində bizim bu çəkdiyimiz videolarda insanların inkişaf indeksinə yönələn bir xidmətdir. Çalışırıq ki, heç olmasa bəlkə nəyəsə biz marağı oyadarıq öz danışıqlarımızda. Və insan gələr ki, görüm ailə haqqında Sakrat nə deyibdi? Görüm ailə haqqında Schopenhauer nə deyibdi və ya Nietzsche nə deyibdi? Və bu fikirlərin içində bir məğz axtararaq öz qərarı da, öz yolu da daha geniş olsun. Ona görə insanların inkişaf indeksi çox vacib, maraqlı, önəmli və üzərində millət olaraq çalışacağımız bir bənddir. Musiqi, incəsənət, kino, bunlardan əlavə olaraq bir də mütaliəyə değinmək istəyirəm ki, ümumiyyətlə insanlar, məsələn bu müasir dövrdə normal olaraq kapitalizmdir, hamının başı qarışıb evinə çörək pulu aparmağa, amma heç kim demək olar ki, çox az bir qism var ki, özünü inkişafa vaxt ayırırlar. Bunların da təməlində gəlir elə oxumaq, mütaliə eləmək. Sən nə düşünürsən ümumiyyətlə, insanlar niyə öz inkişafına vaxt ayırmır? Səncə zaman yoxdur, yoxsa prioritet deyil? Ola bilər ki, bir çox insanlar çox işləyirlər az maaşın qarşılığında, bu və ya digər səbəbdən də, elə bu da insan inkişaf indeksinə görə. Çünki əgər mən gəlirəm, sən mənə 800 manat verirsən işçi olaraq, bugünkü gün kapitalizm dövrüdür. Mən ingilis dili bilgim yoxdursa, satış marketinq bilgim yoxdursa, mənim şirkətə verdiyim fayda 2000 manat və ya 1000 manat həcmindədirsə, sən də mənə 800 manatdan artıq verə bilməzsən axı. Amma mən əgər öz üzərimdə işləyib, əlavə marketinq bilgilərimi artırsam, əlavə dil bilgimi artırsam, satışımızı digər ölkələrə də çıxarda bilsəm, gələrəm ki, ay müdür, onsuz da maaşla heç kəs milyonçu olmur. Maaşla heç kəs varlanmır da, maaşla heç kəs yaxşı da yaşamır. Gətirdiyin xeyirdən aldığın faizlə sən şirkətə verdiyin bu töhfədən qazanc əldə edə bilərsən. O ki qaldı, normada insan, mənim dayım alimdir. Emory Universitetində professordur. Bu adam kvant kimyası üzrə. Bu adam işdən sonra gələndə götürür, yer qazır, ağac əkir, nə bilim, nəsə belləyir, nəsə fiziki əmək sərf edir. Niyə? Çünki bu işdə beyin, zehinlə işləyibdir. Bu gəlib fiziki işləməsə, bu rahat yata bilməz. Yata bilməyəcək, elədir. Bizdə necə olur? İnsan fiziki işləyir, gəlir artıq zombi kimi geridə qalmış Rusiya seriallarına baxır, Türk seriallarına baxır, ya nəsə belə əyləncəli, primitiv bir məqamlara baxır və bu düşünür ki, bu bunun üçün istirahətdir, sonra da uzanır, yata bilmir. Əslində insan işdən gələndən sonra oturub bir kitab oxusa, demirəm, klassik ədəbiyyat oxusun. Elə Robert Greene'in Varlı və Kasıb Ata, Robert Kiyosaki'nin, Robert Greene'in Həyatın, Hakimiyyətin 48 qanunu, yəni bu cür maraqlı Zelandın Transurfing Reality'si oxusa, bu daha çox inkişaf edə bilər və daha rahat yatacaq. Çünki beyin o aldığı mənəvi qidanı həzm edərək onu şirin yuxuya aparacaq. Amma bu gəlir evdə, baxır ki, hamı xoşbəxtdir, hamı varlandı, seriallarda, villada yaşayırlar, bu boşandı və gic-gic fikirlər də yorğun iş günündən sonra gedir yatmağa, yata da bilmir, eşələnir. Məncə sən də razı olarsan ki, ümumiyyətlə, keçmiş dövrləri nəzərə, məsələn 90'ların insanları ilə indiki insanlar arasında artıq bu texnologiyanın da sürətli inkişafından dolayı, ümumiyyətlə, beynin belə deyək də inkişaf dəyişib, sürət yanaşması dəyişib. Çünki əvvəldə insanlar crossword həll eləyirdi, nə bilim, bir tənliyi həll eləməyə çalışırdı, bir dostun yanına gedir ki, gəl bunu necə həll eləyir. İndi artıq yanında var süni intellekt, ChatGPT, Google var, yəni search maşınlar var ki, hansı ki, axtarış maşınları ki, ora yazıb rahatlıqla cavabı tapa bilirlər, əldə edə bilirlər. Bu, ümumiyyətlə, sürətli inkişaf eləyən texnologiya nəsillər arası
bu belə deyək də Uçurumu belə deyək yaratdı mı səncə? Səbəb oldu mu Nəsillər ona? arası onsuz da həmişə də. Yəni biz də öz valideynlərimizlə arada bir çərçivə olub da, baxış çərçivəsi olubdu. Hansı ki, biz fərqli baxmışıq, onlar fərqli baxıblar. Onların da öz valideynlərinə. Yəni bu nəsillər arasında fərq indi sadəcə bu texnoloji fərqə gəlib çıxmışıq. Mən məsələ bu yaxınlarda müasir bir televizor aldım, smart, nə bilim, o texnologiyalarla bol. Heç onu quraşdıra bilmirdim. Yəni onun Wi-Fi-yə qoşulma, nə bilim, oradan girdin əpinə, əpdən nəsə yüklədin. Amma 12-13 yaşlı ailə üzvləri çox rahatçılıqla bunu götürür ki, bunun səs, yəni bu o demək deyil ki, o yaxşıdır, bu pisdir. Sadəcə başqa cürdür. Və başqa cür olaraq bunlar daha rahat mühitdədirlər də. Biz elə bil ki, ağac idik, hansı ki təbiətdə çıxırdı. Bizim küləyimiz var idi, yağışımız var idi, boranımız var idi. Bunlar isə indiki gənclər buna ehtiyac yoxdur. Biz küçə davalarına gedirdik. Bizim Rafael çox gözəl misal gətirdi. Dövrümüzdə qolu gipsli uşaqlar görürdün. Çünki bu ya dartışda oynayıb, ya futbol oynayıb, ya damdan yıxılıb, qolu qırılıb. Bugünkü gün heç bir uşağın görməz ki, qolunda gips olsun. Niyə? Çünki ağla sığmazdı. Biz daşla, nə bilim, armaturla davalara gedirdik. Güya bu yaxşı idi mi? Yox, bu pis idi. Amma indiki uşaqlar baxırsan ki, divandadır, telefondadır, oyundadır. Amma bu o deməkdir ki, onların gələcəyi bizdən pis olacaq. Yox, bəlkə o bir dənə elə proqram yazdı və ya hansısa oyun üçün başladı əlcəklər, şilemlər, qılınclar buraxmağa və oradan pul qazandı. Sadəcə bizi kimi olmayanları, insanlar necə ki, evladına obyekt kimi yanaşır, istəyir oğlu da babası pəhlivan olub, bu da pəhlivan olub, deyir, mənim uşağım da pəhlivan olacaq. Pəhlivan 2026-cı ildə o qədər də pul gətirən sahə deyil, çünki Novruz bayramında Kosa ilə Keçəlin yanında maksimum bir dənə kamazı götürüb bir yarım metr qabağa çəkəcək də. Yəni, bu onun həyatına, yəni, bizə ona görə pis deyil. Bu texnologiyaların inkişafı, süni zəkanın inkişafı, bu əksinə əlavə instrumentdir, hansı ki, yaxşı istifadə edən adamı yaxşı da nəticəyə gətirə biləcək. Əhaliyin inkişaf indeksindən danışırıq da, ümumiyyətlə inkişafda fərqli-fərqli çalışdığım qədər aspektlərdən yanaşmağa çalışıram mövzuya. Bir də var tənqidi düşünmə çatışmazlığı, daha doğrusu tənqidi düşüncə çatışmazlığı. Hansı ki, ümumiyyətlə sən Azərbaycan cəmiyyətində səncə tənqidə açıq insan çoxdur? Məncə çoxdur və tənqidin də iki növü var da. Mən tənqidin elə növü var ki, mən onu xoşlayıram. Yəni konstruktiv tənqid var, sadəcə tənqid var. Hə, zaten məsələ sən gedib Xiaomi almısan, düzdür? Mən sənə deyirəm, yekə oğlansan, Xiaomi nə almısan? Bu nə telefondur? Gedib iPhone alardım. Məsələ üçün də bəsit bir misalla gətirirəm. Amma biri var, mən sənə deyirəm ki, sən Xiaomi almısan və ya Honor məsələ və ya Huawei. Bu Google-la, Çinlə, nə bilim, Amerikan münasibətinə görə Google, Androidin, nə bilim, filan funksiyalarını ona vermir və sən bu qiymətə, məsələ, Samsung alsaydın bu modeli daha münasib olardı. Bu artıq sadəcə tənqid deyil. Çünki bizim kommentləri oxuyanda, sırf bizim videonun yox, istənilən Azərbaycanda baş verən hadisənin kommentini oxuyanda da, deyir, müsəlmanın sonraki ağlı ən ağıllıdır. Çünki zaman keçəndən sonra insanlar çox rahatçılıqla deyir də. Məsələ, Azərbaycan geçsin, harasa bir sərmayə qoysun. Yəni, sərmayə nədir? Riskdir. Çünki sən qazanc əldə etmək istəmirsən. Və bu sərmayə özünü doğrultmasın. Məsələdə 100 milyona haradasa Türkiyədə bir otel alırıq və pandemiya başlayır, bu otel işləmir. Kommentlərdə insanlar başlayacaqlar yazmağa ki, bu nədir? 100 milyona apardınız, verdiniz ora, bilmirdiniz pandemiya başlayacaq. Özləri eləyib. Yəni, bu əsassız bir tənqiddir. Amma konstruktiv tənqid ondadır ki, mən bir təklif yazıram Azərbaycan vətəndaşı kimi ki, mənim fikrimcə biz müasir texnologiyalar zamanında biz bu sərmayəni məsələ üçün hansısa bir milli kriptovalyutamızı yaratsaq, tədricən bu bizə bunu gətirə bilər və biz... Yəni, əsaslı, daha argumentə dayalı. Yəni, argumentli tənqid yoxdur, daha çox tənqid var və bunlar əsassız, sonradan nə var deməyə? Məsələn, adam evləndi, boşandı,
Adam boşanandan sonra deyir, mən elə bilirdim o qızla o boşanacaq, ondan elə fərqli bir şey oxşamırdı əvvəlcədən, başa düşdün? Ya boşanırsa, yəni məsələ Ya bu belə mövzunun- tənqidi nənəm də eləyər də, yəni budur da. Bu tənqid Mövzunun deyil. alt qolu olaraq əslində bu sualı vermə məqsədim onda idi ki, bu bizdə daha çox biraz belə bir sindrom vardı. Hər şeyi bilirəm sindromu. Yəni kiməsə nəyisə, kimisə hansısa mövzuda, kimisə az hansısa bilən mövzuda adam elə bilir hər şeyi bilir. Hər şeyi bilir. Bilən adam bilir ki, heç də bilmir. kimisə hansısa mövzuda tənqid eləyirsən, bunu əslində yaxşılığı üçün eləyirsən ki, məsələn bax səndə bu çatışmazlıqlar var, get bunu özündə düzəlt. Amma adam deyir ki, yox, mən onsuz da onu bilirəm. Sən məni tənqid eləmə. Yəni bu ən çox da mənim gördüyüm açığı daha biraz bu SSR-dən qalma nəsildədir. Old school adamlardır Old school adamlardadır. Çünki doğrudan məsələn adamı bir yaxşıya apara biləcək yolda bir tənqid eləyirsən. Sənə deyir ki, yox, onsuz da mən onu bilirəm, bizim vaxtımızda elə idi. Yəni ümumiyyətlə bu tənqidə açıq olmamaq səncə inkişafın qarşısını alır? Yox, tənqid də baxır kimdən də. İndi elə adam sənə tənqid eləyə bilər ki, sən baxarsan ki, bunun özünü tənqid eləyən lazımdır. Başa düşdün? Yəni tənqid, çünki biz həyatlarını nümunə kimi gördüyümüz insanların məsləhətlərini həyata keçirmək istəyirik. Yəni insan psixologiyası belədir. Əgər mən səndən pis yaşayıramsa, mən sənə nəsə bir tənqid vasitəsilə bir məsləhət görəndə ki, bunu daha yaxşı eləyərdin. Sən deyirsən ki, get öz işinlə məşğul ol, düzdür? Amma o halda ki, sən mənə aşağıdan yuxarı baxırsan, bir nümunə kimi ki, mən də istəyərdim belə eləyim, məndə də alınardı. Bu halda sən özün istəyirsən ki, mən tərəfdən bir tənqid olunaraq bir məsləhət alasan. Özün bəzən gəlirsən hansısa, mən məsələ həyatdakı uğurlarımın böyük əksəriyyəti məndən daha böyük, daha nüfuzlu, daha uğurlu olan adamlardan aldığım məsləhətin bəhrəsidir ki, mən yaxınlaşıram ki, bəs mən bunu belə fikirləşirəm. Siz nə fikirləşirsiniz? Biz məsləhət almağa da çəkinirik, amma unutmayın, məsləhəti məsləhətli adamdan alarlar və məsləhətli don gen olar. Ona görə lazımlı adamlardan məsləhət alın, konstruktiv olmayan tənqidə də ümumiyyətlə fikir verməyin. Mən məsələ hansısa bir video çəkirəm, altda olur, nə bilim, 500 komment. Mən onu oxumuram. Amma mənim telefon nömrəm olan adamlar var, telefonumda 6000 nömrə var. Zəng gedir ki, salam edirsən, nətərsən, danışmaq uyğundur, hə. O videoda falan fikir dedin, mən ondan razı deyiləm, çünki belə. Razı deyiləm, yəni əsas olmalıdır da. Biraz bu da inkişaf indeksinin göstəricisidir və bu inkişaf indeksi də hardasa bəlkəmdə ağıllı insanları zaman keçdikcə tənhalığa qapadır. Bəs vətəndaş mövqeyinin inkişafda rolu səncə nə qədərdir? İndi ona deyəcəm. Bunun hansı aspektdən deyirəm? Məsələn, bax, Amerikada belə bir belə deyək də, bir layihədə çıxış görmüşdüm ki, vəkil tərəfindən danışılan bir hekayə görmüşdüm ki, deyir Amerikada məsələn bir qoca qadın görür ki, hansısa bir restoranda bir kişi, bir cavan qıza belə deyək də, təcavüz deməyək də sadəcə qulluq patxod eləyir. Hə, də patxod eləyir, amma patxod artıq həmin xanımı narahat etməyə başlayır və bu həmin anda artıq polisə zəng eləyir, bildirir bunu və polis gəlir, dediyim kimi də lazımı artıq prosesi icra eləyir. Əlavə olaraq məsələn bizim də məsələn cəmiyyətdə belə bir şey hallar baş verir ki, deyək küçədə bir oğlan bir qızı döyür və artıq fikir versənsə, bunu biz keçmişdə digər cəmiyyətlərə irad bildiririk ki, məsələn Kanada cəmiyyəti çox soyuqqanlıdır. Adam ölsə heç gəlib yaxın durmazlar. Amma artıq yavaş-yavaş bizim də cəmiyyətdə belə bir şey olub. Bunun da açığı mən alt səbəbini nədə görürəm? Valideyn tərbiyəsində valideyn artıq uşaqlıqdan uşağını belə hadisələrə qarşı qorxudur ki, sən nə işvə qalıbdı, sənə lazımdır, gedərsən, qarışarsan söhbətə, bir partiya polis də səni çağırar. Nəm burada əslində mən də bunun tərəfdarıyam. İzahat yazdıracaq falan. Başın girməyən yerə burnu niyə soxsan? Amma indi belə bir məsələ var da. Sən cəmiyyətin üçün çalışmasan, vətəndaş mövqeyi ortaya qoymasan, vətəndaş mövqeyi burada olmur da. İndi mən deyim sənə, mən 8 uşağıyam. 8-da böyümüşəm, düzdür? Əgər mən öz evimdən metronun yanına gedənə qədər sıxlıq Bakıda nə idi? Mənim uşaqlığımda Bakıda 1,5 milyon maksimum əhali yaşayıb. 1,2 milyon. Mən 8-ci kilometrdə mərkəz deyil idi. Metronun yanına gedənə qədər 50 nəfər adam görürdüm. Bilirdim ki, bu Süleyman dayının oğlu Elçindir, bu Əlidir, bu Vəlidir. Nətərsən, bratelnik, qulluq falan, biz bu mühitdəyik. İndiki cəmiyyətdə bu mümkün deyil. İndi başını aşağı salırsan, görürsən ki, nəsə qəribə adam var. Bu kimdir? Barıqadır, nədir? O birisi kimdir? Bəlkə bu burada fahişədir, ya işverəndir, nədir? Artıq sən cəmiyyətdən daha çox təhlükə gözləyirsən. Amma o cəmiyyətdə
Sən gördün ki, qonşunun, nə bilim, anası gəlir çanta ilə, qaça-qaça gəlirdin ki, gəlin mən sizin çantanı. Niyə? Çünki hamı bir-birini tanıyır, hamı bir-birlərinə deyirsən ki, nə bilim, filan kəsə salam denən, bəs filan kəs nətəridir, yıxılmışdı. Yəni insanlar qayğı, diqqət, mühit, istilik münasibətində idi. Bugünkü gün 5 milyon əhali yaşayır. Mən çıxanda adam mənə salam verir, salam verirəm, ardınca danışmaq istəyir, heç bilmirəm kimdir, danışmaq istəmirəm. Çünki mən ondan pisliyi yaxşılıqdan daha çox gözləyirəm. Və bu da megapolislərin reallığıdır. 2005-ci ildə mən Moskvaya gedəndə gördüm ki, metronun yanında adam yıxılıbdı, heç ona yaxınlaşan yoxdur. Dedim, bu nə dəhşətli yerdir, bu yıxılan Rusdur. Buna yaxınlaşan yoxdur. Yəni, heç vecini alan yoxdur. Mən burada ümumiyyətlə nə mövqeydə olaram, yıxılaram, maşın vurar, başıma bir iş gələr. Və bu açığı o zaman Moskvanı bir şəhər olaraq mənim insani dəyərlərə görə gözümdən saldı. Amma o vətəndaş cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti haqsızlıqla mübarizədir. Harada ki, sən əminliklə vəziyyəti görürsən, müşahidə edirsən, mütaliə edirsən və vətəndaş olaraq susmursan, öz fikrini deyirsən ki, bu düzgün deyil. Və bir çox halda Azərbaycanda biz görürük ki, vətəndaş cəmiyyəti sosial media vasitəsilə hansısa problemi gündəmə gətirərək dövlət tərəfindən çox qısa bir müddətdə bu həll olunur. Çünki Azərbaycan da dövlət olaraq böyüyür, inkişaf edir və hər şeyə nəzarət etmək olmur. Təbii ki, baxılır ki, bu baş verdi, bu necə baş verdi, niyə baş verdi? Bunun kökünə gedirlər, yoxlama olur. Çünki nə bilim, məktəblərdə gör nə qədər xoşa gəlməz hadisələr baş verir. Təbii ki, bu ictimai nəyimiz də olmasa, yəni bizim əslində o ictimai aktivliyimiz sosial şəbəkələrdə ən azı çox möhtəşəmdir. Çünki hər hansı bir haqsızlığı çox qısa bir müddətdə trendə, kəşfiyyata sala bilir insanlar və bu da insanların laqeyd olmaması ilə əlaqədardır. Ona görə bu cəhətdən əslində bizim cəmiyyətə halal olsun hələ də.